61-ci sualla başlayaq. Deməli, biz burada müxtəsər vurma düsturunu istifadə edəcəyik. Bir dəfə fərqi, bir dəfə cəmi. Toplayarkən bizə verəcəkdir 900 qiymətini. Çıxarkən isə bizə verəcəkdir, deməli, 756 qiymətini. Bölünsün və arada vurma olur burada. Bir dəfə çıxırıq, bir dəfə toplayırıq. Bölünsün 378-ə. Bu da görürük ki, burada bu hissəsi bunun 2 misli olmuş olacaqdır. Biz də 2-ni vururuq 900-ə, o da bizə verəcəkdir 1800, yəni C variantını. Sonra 62-ci sualda bizə silsilə fərqini istəyir. D-nin düsturu nə idi? A-N çıxılsın A-M bölünsün N çıxılsın M idi. Biz burada A28-dən çıxacağıq A13-ü böləcəyik 28 minus 13-ə. O da bizə verəcək 15-i qısaca. Yuxarı hissəsində də 28-dən 58-i çıxırıq. Bizə verəcəkdir burada mənfi 30 qiymətini. Və mənfi 30-la biz 15-ə böldükdə alırıq mənfi 2 qiymətini ki, bu da B variantında olacaq. Sonra 3-cü suala, 63-cü suala baxırıq. Cəmin hasilə çevrilməsi düsturudur. Burada necə olacaqdır? 2 dənə trigonometrik ifadə var. Əmsalda 2 olacaqdır. Və vurulsun kosinus. Kosinus toplama olanda kosinus idi. Əgər çıxma olsaydı mənfi əvvələ gələcəkdi və sinus olacaqdı. Bu hissədə kosinus yazacağıq. Dərəcələri toplayıb bölürük 2-yə, bizə 28 dərəcə verəcək. Bir dəfə də çıxıb bölürük 2-yə, o da bizə 10 dərəcəni vermiş olacaq ki, o da bizə D variantı eləyəcək. 64-cü sualda burada oxşarlığı istifadə edəcək. Paralel olduğu qeyd olunubdur. Bura alfadırsa, burada alfadır. Bu hissəsi betadısa əgər, aşağıdakı da beta olacaqdır. Bizə bu x istəyir və sağ B-nin tərəfini veribdir bizə 8-dir. NC tərəfi 17-dirsə əgər, bizə bu oxşarlıqda lazım olmur. Bizə cəm hissəsi lazım olur. Cəm hissəsi də biz bildik ki, 25 eləyəcək. AC tərəfində bizə 20 şəklində veribdir. Biz onda oxşarlığı necə istifadə edək? 20-nin x-a nisbəti, yəni alfa, məsələn, bura bir dənə fi versək, fi-nin qabağı x-in, fi-nin qabağı 20-yə nisbəti və yaxud da yerlərini dəyişdə yaza bilərik. Birinci biz böyük bucaqdan başladıq. Böyük bucağın tərəfindən davam edəcəyik. Alfanın qabağı, yəni 25-dən bölürük. Digər alfanın qabağı, yəni 8-ə nisbəti. Bunu da hesablayaq. Hər tərəf 5-ə ixtisar gedir, 4, 5 qalacaq. Burada x-i tapmaq istəyirsə yerlər dəyişəcəkdir. Olacaqdır nə? 4 vurulsun 8 bölünsün 5 bərabərdir x-a. O da bizə verəcəkdir 32 bölünsün 5. O da 6,4 eləmiş olacaqdır. Yəni tərəf 6,4 A variantı. 65-ci sualda prizmanın həcm düsturu nəyə bərabərdir? S oturacaq vurulsun hündürlükdür. Bizə hündürlüyü 8 olduğunu qeyd edib, həcmində 120 verib. Yəni həcm bərabərdir. S oturacağı elə bizdən istəyir. Vurulsun hündürlük. Yəni 8. S oturacağı tapmaq üçün də biz 120-ni 8-ə bölürük. O da bizə 15 qiymətini vermiş olacaq. Yəni A variantı. Sonra 66-cı sualda düzbucaqlının perimetri düsturu n uzun toplayıb 2-yə vururuq. 40 plus k vur 2 olmuş olacaqdır. O da C variantındadır. Sonra 67-ci sualda bu şəkildə olanda birini götürür, digərini götürmürsə, çıxırsınız siz bu anda. Yəni, o da sizə verəcəkdir 6 qiymətini. Əgər sizdə altından xətt olsaydı, onda çıxıb üzərinə 1 gəlməliydiniz. Yox, əgər hər ikisinin altında xətti yoxdursa, məsələn, bu formadadırsa əgər, o zaman çıxıb 1 çıxacaq. Və yaxud da siz saya bilərsiniz burada hansılardır? 18, 19, 20, 17-nin özündə alıb 21, 22. Bunları da sayacaqsınız ki, görəcəksiniz 6 dənədir. Sonra 68-ci sualda bizə deyir 2 növbətçinin neçə müxtəlif üsuldan seçmək olar. Bu növbətçilərin yerləri dəyişəndə mənası, yəni fərqli bir situasiya olmur deyə, onda biz kombinizonla hesablayırıq. 24 şagirddən neçəsini axtarırdıq, yəni neçəsini seçirdik, ikisini. Bunu da qısa hesablama üsulumuzdan istifadə eləsək və yaxud da yazaq, 24 faktorial bölünsün, çıxırıq. 22 faktorial vurulsun, 2 faktorial. Böyüyü kiçiklə əvəz edirik. 22 faktorial vurulsun sonraki 23, sonraki 24. Ta ki bir vayda artır gedirik 24-də olana qədər. Məxrəzdəkilər də olduğu kimi saxlayırıq hələ ki. 2 faktorial ilə 2-ni verir bizə. 22 faktorial ixtisar gedir. 24-ü biz 2-yə bölürük. O da bizə verəcək 12 qiymətini. 12-ni vururuq biz 23-ə. O da bizə verəcək 276 qiymətini. Yəni cavab olacaq C variantı. Sonra 69-cu sualda faizinə görə ədədi də hesablayacağıq. Sadəcə bu hissədə misal veribdir. Birinci başlayaq biz bu hissəni həll eləməyə. Necə həll edəcəyik? 4/5-i yazacağıq biz 45 bölünsün 10 şəklində. Vurulsun 1/3-də isə 3/5 formasını yazıram. Üstə gəlsin 2/5. Burada 5-lər ixtisar getdi. Aşağıda 2 qaldı. Burada 1 qaldı. 3 3-ə bölündü 1. 45 3-ə bölündü 15 qaldı. 15-i isə 2-yə böləndə 7/5 eləyəcək. Bir də bunun üzərinə 2/5-i gəlirik biz.
O da bizə verəcəkdir 10 qiymətini. Deməli 40% 10-dursa, elə tənasüb qurağım bu hissədə. 40% 10-dursa əgər 100% tapırıq biz. 100% də bizdə nə olacaqdır? Deməli 20-yə çarparaq 5 qalır, 2 qalır. 2 5 dəfə artıbsa 5 də 5 dəfə artacaq. O da olacaq 25 qiyməti. Və ya biz necə edə bilərdik? Orada onu vuracağıq 100-ə, böləcəyik faizə. Yəni faizinə görə də taparkən biz belə hesablayırıq. Yenə eyni şey olmuş olurdu. Yəni burada cavab nə oldu? 25 variantı. 70-ci sualda. Burada eyni qövsə söykəniblər deyə, məsələn 40 dərəcənin qabağındakı qövs 80 dərəcədir. Yəni bu qövsümüz 80-dirsə, onda buradakı da daxil uzaqdır deyə o da bizə 80-in yarısı 40 dərəcəni verəcək. Yəni eyni qövsə söykəniblər, dərəcələri eynidir. 71-ci sualda sinus 60-da bizə verir kök 3 bölü 2-ni, kosinus 30-da verir bizə yenə kök 3 bölü 2-ni. Bunlar da çıxanda 0 eləmiş olacaqdır. 72-ci sualda. Bu topluda olan suallardan biri idi hətta. Kök 2-ni kök 2-yə vuracağıq bizə 2 eləyəcək. O da 2 üstü 2 bizə 4 vermiş olacaq. Yəni B variantı. 73-cü sualda ən kiçik tam həll deyir. Birinci biz burada hər tərəfi mənfi 2-yə bölürük və nəzərə alırıq ki, mənfiyə bölərkən istiqaməti dəyişəcəkdir bunun. Olacaqdır x kiçik bərabər yox, böyük bərabərdir 4 şərti olacaq və ən kiçik tam həll elə 4-ün özü olmuş olur. Yəni abcd biz burada mənfi 4-ə böldük, ona görə mənfi 2-yə böldük, ona görə mənfi 4 alacağıq bu hissədə. Yəni cavab olacaq burada D variantı. Sonra 74-cü sualda. Konus dedi bizə. Konusu çəkək buradan. Konus bu formada. Konusun doğranı 10 kökdə 3-dür. Bu hissəyə 10 kökdə 3 qeyd edirik. Oturacaq müstəvisi ilə 30 dərəcə buzaq əmələ gətirir. Bu nə işimizə yarayacaqdır? Biz buradan OX kəsiyi şəklində baxsaq əgər, burada bu şəkildə, bura 30 dərəcə qeyd edə bilirik və bura 90 dərəcədir. Onda 90 qabağı 10 kökdə 3-sə, 30 dərəcənin qabağı yarısı 5 kökdə 3 eləmiş olacaqdır. Bizə nə deyir? Bucaq əmələ gətirir. Konusun oturacağının radiusunu tapın deyir. Yəni 60 dərəcənin qabağı lazımdır bizə. O da bizə 30-un qabağının kök 3 misli olur. 5 kökdə 3-ü bir dənə də kökdə 3-ə vururuq. O da bizə 5 vur 3, yəni 15 qiymətini qaytarmış olacaq. Cavab oldu 15. Sonra 75-ci suala baxırıq. Aha, maraqlı bir sual oxşuyur. Görək nə edə bilirik? Ən kiçik tam həllidir. Biz burada 2 üstü x üstəgəl 3-ü qüvvətlər nə vaxt toplanır? Vurma şəklində olanda. Yəni 2x üstü x vurulsun 2 üstü 3 şəklindədir və ya 8 formasındadır. Çıxılsın 6 vurulsun 2 üstü x-dir. Kiçikdir. Burada da eyni qaydanı tətbiq edirəm. 3 üstündə x vurulsun 3. Çıx üstü x. Burada 2 üstü x-ları ortaq vurub çıxardıram. Qalacaq geriyə 8 çıxaq 6. Yəni 2-ni vermiş olacaq. Kiçikdir digər tərəfdə 3 üstündə x-i ortaq vurub çıxardırıq. Qalır 3 çıxılsın 1. Yəni o da bizə 2-ni vermiş olacaq. Hər tərəfdən 2-ləri ixtisar apara bilirik. Onda 2 üstündə x kiçikdir 3 üstündə x şərtidir. Və bizə nə dedi? Ən kiçik tam həllini tapın demiş. Aha. Ədədlər zaten belə deyək. Ədəd zaten 3 2-dən böyükdür. Onda çox güman ki, x ifadəmiz bizim 1-dən böyük olmuş olacaq. 1-in özündə ala bilirmi? Ala bilir. Məsələn, 0 almayacaqdır. Niyə 0 almayacaqdır? 2 üstü 0 bizə qiymət verməyəcəkdir buna görə. İndi məsələ nədir burada? Bəs 1-dən kiçik niyə almadı? Çünki biz bura 2-də 1 falan versək əgər, kök altına girsə, yox, bir dəqiqə. Bizdən ən kiçik tam həllini soruşdu. Əgər biz burada 2 üstündə 2-də 1 yazsaq, əgər bu bizə nəyi verəcək? Kök altına 2-ni. Kök altına 3-də, məsələn, burada kök altı 3 daha böyük olmuş olacaqdır. Yəni, onda bu 0-dan çox güman ki, böyük olmalıdır, amma bərabər ola bilərmi? Xeyr. Niyə? Çünki hər ikisinin qüvvətinə 0 yazsaq, əgər bu nə olacaqdır? 2 0 bizə 1-i verəcək, digər də 1-i vermiş olacaqdır və şərtimiz ödəməyəcəkdir. Yəni, kiçik deyil. Və bir də ki, mənfiyə düşməyəcək. Çünki mənfi 1 yazsaq, əgər olacaq 2-də 1, kiçikdir 3-də 1, şərti ödəmir. Çünki məxrəci kiçik olan daha böyükdür. Ona görə də bu biz 0-dan böyük götürürük. Bizə nə dedi? Ən kiçik tam həll. Ən kiçik tam həldə 0-dan böyük 1-i vermiş olacaq. Həqiqətən də 1-i verəndə baxırıq ki, 3 üstündə 1, 2 üstü 1-dən böyük olmuş olacaqdır. Sonra 76-cı sualda AB 2 rəqəmli ədədlər üçün natural ədəd olarsa, yəni kök altından çıxan bir ədəddir. Onda 2 rəqəmli kvadratik ədədləri qeyd edirik hamısını. 16, 25, bəlkə də hamısını qeyd eləməməliyik. Yox, təsadüfi ehtimaldır deyə hamısını seçəcəyik biz. 49, 64, 81, bu qədər. 4, 5, 6, 7, 8,
9 düzdür. Bizə deyir ki, seçilmiş bir ədədin tək ədəd olması hadisəsində ehtimalını tapın deyir. Baxın, biz bunların içərisindən seçəcəyik deyə, yəni bizim ehtimalımızın mümkün olan sayı 6-dır. Və deyir ki, bizə ədədləri arasından təsadüf seçilmiş bir ədədin tək ədəd olması hadisəsi. Tək ədəd olanlar hansılardır? 1, 2, 3 dənədir. O da 6-da 3, yəni 2-də 1-i vermiş olacaqdır bizə, bu qədər. 77-ci sualda bölmə var. Biz nə edəcəyik? Loqaritma 81 əsasdan 8-dir burada. Bölünsün loqaritma 9 əsasdan 33. Biz də bildik ki, bu loqaritma yuxarı qalxanda alt üst hissəsindəki yerləri dəyişəcəkdir. 81 əsasdan 8 vurulsun, loqaritma 9 əsasdan 32 olacaqdır. Bunlar da biraz sadələşdirək qüvvət şəklində yazaraqdan. Loqaritma olacaqdır yenə də 81-i mən 9-un kvadratı kimi yazıram. Biz burada yerlərini dəyişdirmədik. Olacaq loqaritma 32 əsasdan 9. Bu zaten 9-a gəlirdi ya, elə 81-i 9-un kvadratı kimi yazırıq və əvvələ 2-də 1 gəldi. 8-i isə 2-nin qüvvətinə gətirək ki, 32 də gəlsin, nəsə bir şeylər ala bilək. 2 üstü 3 olacaq və 3 əvvələ gəlir. Burada bərabər silək. Vurulsun. İndi bunun da qüvvətlərini əvvələ gətirəcəyik. 32 2 üstündə 5-dir. 5-i əvvələ gətirdik. Məxrəc hissəyə düşdü. 9 da elə olduğu kimi qaldı. Yuxarıda da 1 yazırıq. 9-dan 2-lər ixtisar getdi. Sadəcə biz bunları vururuq. O da bizə verəcək 10-da 3 və ya 0,3 qiyməti olmuş olacaqdır. Sonra baxırıq biz 78-ci suala. X-in qiymətini verib, ifadəsinin qiymətini tapın deyilmiş. Sadəcə yerinə yazırsınız. Kvadratı verəcək bizə 0,16. Ona vuranda 1,6 alacağıq. Çıxılsın. 5 vurulsun, modulda müsbət çıxır, elə 0,4-ə vururuq, üzərində 3-ü gəlirik. Olur 1,6 çıxılsın, 5-i 4-ə vuracağıq. 20, vergülün sağında bir rəqəm var deyə 2 olmuş olacaqdır. 2 üstü gəlsin 3. Bu bizə mənfi 0,4-ü verir. Üzərinə 3-ü gəlirik. O da bizə 2,6 qiymətini vermiş olacaqdır. Sonra 79-cu məsələyə baxaq. Deməli, bu velosipeddir, yəni quruda baş verən hərəkətdə qarşı-qarşıya gedirik. Onda sürətlərini toplamış olacağıq. Bunun V1-i var, məsələn, sürəti, bunda V2 sürəti var. Aralarındakı məsafədə 34. Yəni, V1 plus V2 bərabərdir 34 bölünsün nəsə, hələ ki bir tam oxumamışıq. A-nın hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 çoxdur. Yəni, biz burada V1, A hərəkətdən başlayan velosipedçinin sürəti. Onda bu V2 piyadanın sürəti imiş. V yazaq elə. Velosipedçi də V plus 8 imiş, daha artıq imiş. O zaman bunları biz toplayarkən yazacağıq ki, nisbi sürətində 2 dənə V plus 8 olmuş olacaqdır. Sonra bizə nə deyib? Velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsinə piyadadan 0,5 saat tez çatarsa, piyadanın sürətini tapın deyilmiş. Aha. İndi bizə bu 34 km nəyə görə dedi? Tamam. Bu 34 km-ni gedibdirsə əgər A sürətində olan, hansı ki A-nın sürəti V plus 8 imiş. Bizim yazdığımız məsələn, deyəsən, aidiyyəti olmayacaq bu hissədən. Bunu yazmayaq. V plus 8. Bu 24 km məsafədə olan C məntəqəsinə piyadadan tez çatdı. Deməli, piyadanın sürətini tapın, düz xətt üzərindədirlər. Deməli, bu A nöqtəsi buradadır. B nöqtəsi buradadır. Bunlar arasındakı məsafə 34-dür. Burada bir dənə də C nöqtəsi var. Hansı ki A-dan C-yə 24-dürsə, bu C niyə solda deyil? Çünki velosipedçi tez çatıb piyadadan. Onda məsələ biraz qəliz olacaq ki, velosipedçi az məsafəni necə piyadadan tez çatsın da, biraz tam anlaşıqlı olmayacaqdır. B-dən C-yə gələcəyik buradan. O da 10 km imiş. İndi V plus 8 deməli, C məntəqəsinin piyadadan 0,5 saat tez çatıbdır. Deməli, məsafəni verib bizə 24. Bura T yazsaq əgər, onda digərinin V, yəni piyadanın sürəti bərabərdir. Getdiyi məsafə 10 km-dir. Nə qədər gedibdir? T plus 0,5 saat. Burada düsturda saatlarla deyə 0,5-i yaza bilirik. Yoxsa dəqiqə ilə yazmalıydıq. İndi başlayaq görək, buradan biz nə edə bilərik? Bizə deyir, piyadanın sürətini tapın deyilmiş. Tamam. Başlayaq hesablamağa. Bu hissələri silək. Buradan biz nə edə bilərik? Əvəz etmə edə bilərik birbaşa T-ni tapa bilmək üçün. V-nin əvəzinə bu ifadəni yazarıq. Olacaqdır nə? Hətta T-yə bir dənə X ya da T şəklində qalsın elə.
10 bölünsün, t üstə gəlsin 0.5. Aha, üstə gəlsin. T üstə gəlsin 0.5 bərabərdir. 20, daha doğrusu bərabər deyil. Üstə gəlinsin nə olacaq bir dəfə? Üstə gəlsin 8, çünki biz v-nin yerinə yazmışıq burada. Bərabərdir 24 bölünsün t ifadəsi olacaqdır. Başlayırıq artıq biz bunları hesablamağa. Birəcə uzun gedəcək. Deməli, 8 qalsın və soldakı ifadəni biz sağ tərəfə keçiriləcəyik. O da çıxma əməli olmuş olacaqdır. Deməli, bunun surət və məxrəcini 2-yə vuraq ki, burada 10-luq kəsir yoxa çıxsın. 1 olsun. Burada da onu vuranda 20 olmuş olacaqdır. 8 bərabərdir olacaqdır. 24 bölünsün t çıxılsın 20 bölünsün 2t üstə gəlsin 1 olmuş olacaqdır. Bunlar da ortaq məxrəci gətirsək əgər, olacaqdır 2 dənə t-nin kvadratı plus t ifadəsi. Surətdə olacaqdır 48t üstə gəlsin 24 çıxılsın 20t olacaqdır. Aha, bunu da çarpaz vursaq əgər 16t kvadratı üstə gəlinsin. Deyəsən elə 2-yə vurmağımıza ehtiyac yoxmuş. Zaten cütədə də burası idi burada. Üstə gəlsin 8t bərabərdir. Deməli, bunlar çıxılanda bizə verəcəkdir 28t üstə gəlir 24. Sonra bunların hamısını sol tərəfə keçiriləcək biz. Olacaqdır nə? 16t kvadratı çıxılsın 20t olacaqdır. Bu ikisi toplananda. Çıxılsın 24 bərabərdir 0. Hər birisi 4-ə ixtisar gedir. Qalır 4t kvadratı çıxılsın 5t. Çıxılsın 6 bərabərdir 0-a. İndi bizdən piyadanın sürətini istəyirdi. Biz t-ni tapsaq əgər, buradakı hissədə yerinə qoyub tezcə cavab alacağıq. Sadəcə bir dənə tapmaqca qaldı burada. V7-nə getmək bir qədər uzun gedəcək. Gəlin burada diskriminantla artıq hesablayaq. Diskriminant bizə nəyi verəcəkdir? Diskriminant bərabərdir. B kvadratı, yəni 25. Üstə gəlsin 4 vur 4, 16. 16-nı da 6-ya vuranda 96 eləyəcək. Cəmi bizə verəcək nə? Deməli, 121 verməlidir, səhv etmirəmsə. Bəli. Bu da kök altından 11 çıxacaqdır. Mənfi B, yəni burada müsbət 5 olacaq. 5 üstə gəlinsin 11 bölünsün 2 dəfə 4, 8. O da bizə 2 qiymətini verir. Digər hissəsini biz hesablamayacağıq. Niyə? Çünki 5 çıxaq 11 olur və bölürəm 8-i mənfi qiymət alıram. Bizə də zaman da mənfi ola bilmir, müsbət olmalıdır. 2-ni götürürük t-ni və burada gətirib yerinə yazırıq. T olacaqdır 2. Yəni 10 bölünsün 2,5 qiyməti. Onun içində 2,5-in səfədir 4 dəfə olmuş olacaqdır. Yəni qısaca sürət 4 olmuş oldu. Burada cavab 4-dür. 80-ci suala baxırıq. 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədəd ortası 21-dir. Kişilərin yaşlarının ədəd ortası isə 29. Qrupdakı bütün işçilərin yaşlarının ədəd ortası 26 olarsa, qrupda neçə nəfər kişi var? Baxın, 24 nəfərdən ibarət işçi qrupudur. Yəni bunun x sayısı qadınlardır, y sayısı isə kişilərdir. Bizə dedi ədəd ortası 21-dir. Yəni x cəmdir. Məsəl üçün x burada qadınlara biz dedik, kişilərə isə y dedik və bunların saylarını biz götürmüşük və cəmlərinə bir dənə dəyişən verək. Cəmləri a olsun, burada da b olsun. O zaman biz a-nı x-a böldükdə biz 21 almışıq və b-ni y-ə böldükdə isə biz 29 almışıq. Sonra isə a ilə b cəmini ümumi olaraq toplayıb ümumi olaraq da saya bölmüşük. Ümumi sayda bu arada 24-dür. 24-dür. Onu da bizə 26 almışıq. Qısaca 24-ü 26-ya vursaq A ilə B cəmini əldə edirik. X ilə Y cəmində biz bilirik ki, kişi ilə qadınların sayları cəmi 24 nəfərdilər. Biz indi A ilə B cəmini necə alacağıq? 26-nı 24-ə vuraraq alırıq. O da bizə nə verəcəkdir? 624 eləmiş olacaqdır. İndi başqa biz nələri bilirik? A nəyə bərabərdir? A bərabərdir 21x-a. Bəs B nədir? B 29y-dir. Mən gətirib burada, deməli, A ilə B-nin yerinə yaza bilərəm. Olacaqdır, A-nın əvəzinə silsək yazacaq biz burada 21x. B-nin əvəzinə isə yazacaq biz burada nəyi? 29y. Biz burada əvəz etməni belə istifadə edə bilərik. Burada 21x üstə gəlsin, 21y üstə gəlsin, 8y bərabərdir 624 şəklində. Bu hissəsi yuxarıdakı hissənin 21 mislidir. Yəni 21
4'ü 21'ə vurub əvəz eləyəcəyik. O da bizə nə verəcəkdir? 504 vermiş olacaqdır. 504 üstə gəlsin 8y bərabərdir 624-ə. Buradan da olacaqdır 8y bərabərdir 624 çıxılsın 504, yəni olacaqdır 120, y də bərabərdir 15-ə. Bizdən bəs nə istəyirdi bu? Bizə deyildi qrupda neçə nəfər kişi var. Kişilərin də sayını biz nə götürmüşdük? Saylarına y götürmüşdük. Biz nəyi tapmışıq? Elə y tapmışıq. Cavab olacaqdır bu hissədə də 15. Sonra baxaq buradan nəyə? Səksən birinci sualda bizə deyir ki, burada bu hissədə funksiyasının qrafiki verilmişdir. Bizə deyir ki, CO 5-dir. CO-nu bizə 5 qeyd edək. Və deyir ki, BO 25-dir. BO hissəsi 25-dir. Artıq biz bu hissəni tapa bilirik ki, h kvadrat bərabər mn düsturu ilə alırıq ki, 25 bərabərdir, 25 vurulsun x-a. X-a bərabərdir nəyə? 1-ə. Mən bu hissəni aldım ki, mənə 1-i verir. Bu getdi. Deyir ki, bizə, bizə dəqiqə, AO ilə hasilini bizə veribdir. Tamam. Deməli, biz burada bir dənə səhvlik elədik. 25 bu hissədə deyildi. Bizə dedi ki, BO bərabərdir 25 vurulsun AO olacaq. Bura nədirsə, bunun 25 qatıdır bu hissəsi. Bunları da vuracağıq. Olacaqdır 25 x-in kvadratı bərabərdir 5-in kvadratı, yəni 25-ə. Yenə də eyni şey olur. x1 tapırıq burada. Bura 1 yazacağıq biz. Bizə deyir ki, parabolanın təpə nöqtəsinin apsisini tapın deyilmiş bizə. Yəni, buradakı təpə nöqtənin x koordinatını tapın deyir. O da qısaca nəyə bərabərdir? Buradakıların ədəd ortası. Çünki buradakı və buradakı kökün tən ortasında yerləşir ədəd ortası. O da 25 ilə 1-i toplayırıq 26. Yarısı da bizə 13-ü vermiş olacaqdır bu qədər. Və yaxud da ki, biz necə gedə bilərdik? Burada C, yəni y kəsdiyi nöqtəsini veribdir ki, bizə 5-dir. C-yə 5 yazacağıq funksiyadan. Sonra, buradakı koordinatı tapırıq ki, x-i 25-dir. Buradakı koordinat tapırıq ki, -1 ilə 0-dır. Bunlara uyğun olaraq kökləri tapdıq ki, -1 ilə 25-dirsə, ona uyğun olaraq da bir dəfə x kvadratı üstə gəlinsin, köklərin cəminin əksi olacaq. O da 24 eləyir, -24 x yazacağıq. Plus üstə gəlinsin, bunların hasili 25 ilə 1-in, -1-in hasili eləcə bizə -25. Sadəcə bir də bunu biz vurmalıyıq k-ya ki, burada C hissəsi, y kəsən nöqtəsi eyni olsun. Məsələn, burada -5 idi. Onda müsbət 5 idi, 5 olmalıdır. 5 olması üstündə k neçə olmalıymış? 5-də 1 olmalıymış. O zaman biz bunları vururuq nəyə? 5-də 1-ə. Olacaqdır 5-də 1 x kvadratı çıxılsın. Burada 5-də 1 var. 5-də 1 x kvadratı çıxılsın. 5-də 24 x çıxılsın 5 olmuş olacaq. Bu hissədən də biz parabolanın təpə nöqtəsini tapmaq istəyirsə əgər, -b bölünsün 2a düsturu ilə hesablamış olacağıq. Bu daha uzun getmiş olacaqdır. Yenə də biz hesablayaq. Olacaqdır mənfi, yəni buranın işarəsi müsbət olacaqdır artıq. 25-də 24 vurulsun məxrəcin tərsi olacaq. 2a bizə 2 bölü 5-i verir. Tərsi çevirəndə 5 bölünsün 2-ni vermiş olacaqdır. 5 bölünsün 2. Bunlar da ixtisar gedir. 24-də 2-yə bölürük. Bizə verəcəkdir 12 qiymətini. Biz bayaq da elə ədəd ortanı tapanda, biz burada -1 idi. -1 ilə 25-i toplayıb yarıya bölməliydik. O da bizə 24-ü verib, yarısı da 12-ni vermiş olacaqdır. Sonra 82-ci suala baxırıq. Uyğun tərəflər paralel müxtəlif adlıdır. Yəni cəmi 180 olacaqdır bunların. Cəmi 180-dir. Qamma ilə fi uyğun tərəflər paralel eyni adlı bucaqlardır. Bunlar da eyni bucaqlar olacaqdır, bərabərdirlər. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır deyir bizə. Yəni bu nə deməkdir? 80%-ni təşkil edir. Alfa hər nədirsə, burada 80%-ni icra edəcək. 0.8a-dır. Sonra bizə deyir ki, fi'nin dərəcə ölçüsü isə bettanın dərəcə ölçüsündən 20% çoxdur. Yəni beta nədirsə əgər, onun 120%-dir. 1.2
beta bizə gammanı verir. Gamma fiyə zaten bərabərdir. Onda bu ikisi yenə bərabər olmuş olacaqdır. Yəni biz sistem tənliyi kimi işləyə bilərik artıq. 1.2 beta bərabərdir 0.8 alfaya və cəmi də bizdə 180 verilibdir. Aha. Biz indi burada k-ları kesəcəyik. Hər tərəfi 2-yə vururuq. Olacaq 12 və bərabərdir 8 alfaya. Hər tərəf 4-ə bölünür. 3 beta bərabər 2 alfaya. Onda beta 2k-dır, alfa da 3k-dır. Gətirib yerlərinə yazırıq. Alfa 3k, beta 2k bərabərdir 180 dərəcəyə. 5k olacaq 180, k da bərabərdir buradan 36 dərəcəyə. K 36-dır. Bizdən indi nə istəyir? Deyir, alfa ilə betanın hər birinin dərəcə ölçüsünü tapın deymiş. Alfamız 3k idi. Yəni 3-ü vururuq 36-ya, o da bizə verəcək 108 dərəcəni. Digəri də artıq 180-dən çıxada bilərik, 72 dərəcə vermiş olacaqdır. 83-cü suala baxırıq. Üçbucaq var bizdə, düzbucaqlı üçbucaqda hətta. C bucağını 90 dərəcə verib, A verib, B verib. Bizə deyir, AD tən böləndir. Aha, buradan tən bölən çəkdik. CD-ni verib bizə 2.4. AB-ni verib bizə 8.5. Bizə deyir ki, ABD üçbucağının sahəsini tapın deyilmiş. ABD. Bunun üçün biz ümuminin sahəsindən çıxmalıyıq bu hissədəkin sahəsini. Məsələn, bura biz H adlandırsaq, olacaqdır nə? Birinci növbədə burada olacaqdır H bölünsün 2.4 bərabər olmalıdır 8.5 bölünsün X-a. Bura biz X adlandıraq. Bu 1. Ki biz buradan HX-i biz tapa bildik ki, nəyə bərabərdir? 2.4 vur 8.5. İndi bizə sahə soruşdu. Sahəni gəlin hesablayaq, bəlkə elə birbaşa alırıq. Sahəni tapmaq üçün hündürlüyü vuracaq burada 2.4 plus x-a yazaq. 2.4 vurulsun nəyə? H plus, yox, H vurulsun 2.4 plus x. Aha. H vurulsun 2.4 plus x olacaqdır. Bölünsün 2 təbii ki var. Bərabərdir bir də nəyə? Bərabər deyil, daha doğrusu çıxırıq bir də. Biz burada H vur 2.4-ün sahəsini. H vurulsun 2.4 bölünsün 2 qiymətini. Bizə bu lazımdır. Ortaq məxrəzdədirlər zaten bu hissə. Onda biz bunları məxrəzdə 2, sürətdə isə 2.4h üstə gəlsin. Hx çıxılsın 2.4h olacaq. Burada 2.4h'lar ixtisar edəcəkdir. İslah edəcək daha doğrusu. Sadəcə qalacaq hx. Hx-i də biz yuxarıda bayaqlarını tapmışdıq. 2.4 vur 8 tam onda 5 qiyməti idi. Bir dənə 2-yə bölsək biz cavabı almış olacağıq. Böl 2 var burada sadəcə və salam. İndi burada 2 ilə bu ixtisar edəcəkdir. Qalacaq da 1.2 vurulsun 8 tam onda 5-ə. O da bizə verəcəkdir nəyi? 10 tam onda 2 vermiş olacaqdır. Yəni cavab oldu burada nə? 10 tam onda 2 qiyməti. Sonra 84-cü sualdır. Bizə deyil nöqtələrinin birləşdirən parçanın orta nöqtəsinin apsis oxunun mənfi hissəsinin üzərində olarsa k-nı tapın deyir bizə. Apsis oxu üzərində mənfi hissədədirsə əgər, bu zaman biz bu koordinatın x-ni də ədəd ortasını tapsaq əgər, bizə mənfini verməlidir. Yəni orta nöqtə deyəndə elə ədəd orta ilə tamamlamış olacaq. Baxaq. Aha. Deməli, k kvadratı var orada bizdə. K kvadratı çıxılsın 4k, üstə gəlinsin 12, çıxılsın 4k, bölünsün 2. Bu qiymətə baxacaq biz. O da bizə nəyi vermiş olacaqdır? Deməli, biz bunları toplayanda elə müxtəsər majüsuru yaranacaq bu hissədə. Görək nə alınır. Sürət hissəsində olacaq k kvadratı çıxılsın 8k, üstə gəlsin 12 qiyməti. Böyükdür nədən? Kiçikdir nədən? 0-dan. Çünki mənfi deyib bizə. Artıq burada bərabərsizliyi işləmiş olacaq və hər tərəfi 2-yə vuranda yenə də mənfi alırıq. Yəni k kvadrat çıx 8k üstə gəlsin 12 kiçikdir 0-dan. Burada məsələ nədir? Belə misallarda həmişə tənlik kimi həll edirsiniz və kökləri intervala qoyub cavab alırsınız. Burada olacaq k çıxılsın. Bu nədir?
6 ilə 2-dir. -6, -2 bərabər 0 kimi başlayırıq. Sonra kökləri tapırıq ki, 2 ilə 6-dır və buradan 0 qoyanda şərtimiz ödəmir. Çünki müsbət 12 0-dan kiçik deyil. Bu isə şərt ödəmir. Bu isə ödəyəcək, bu isə ödəməyəcək və həmin qiymətin özünü də almayacaqdır. 2 ilə 6 arasında hansı qiymətlər ödədi? 3, 4, 5 qiymətlər ödəmiş oldu. Bizə indi nə istəyir? Birləşdirən K-nı tapın deyir bizə. Nöqtəni birləşdirən parçanın orta nöqtəsi absisolun mənfi hissəsinin üzərində olarsa. Üzərində olarsa deyirsə əgər, onda bu hissələr ədəd ortası bizə 0 verməlidir. Gəlin baxaq görək hansı qiymətdə bizə 0 verəcəkdir. Deməli, yazırıq ki, k kvadratı üstə gəlinsin 32 çıxılsın 12k bölünsün 2 bərabərdir 0-a. Zaten hər tərəfi 0-a vuranda yenə də 2 də yoxa çıxacaqdır. Bərabərdir 0-a. Bu 12k ilə 32 yerlərini dəyişib verməliydik. K kvadratı çıx 12k üstə gəlsin 32 bərabərdir 0-a. Bunu biz necə yaza bilərik? 16 vur 2 yox. Deməli 16 2 olmadı. 8 4. 8 4-dür. K çıxılsın 8, K çıxılsın 4 olacaqdır. Bərabərdir 0-a. 2 dənə kök aldıq. Biri 8, biri 4. Buradakı cavablardan üst-üstə düşəni götürdük. Yəni 4-dür. Cavab da olacaq bu hissədə 4 qiyməti. 85-ci sualımıza baxırıq. Bizdə nə deyibdir? Bizə L-Venn diaqramda AB çoxluğu verilmişdir. Natural ədədlər qiymətləri üçün ala biləcəyi ən kiçik qiyməti tapın deyilmiş bizə. Bir dənə belə bir şərt qoyubdur. Baxaq. NA kəsişir B. Yəni orada 3x üstə gəlsin 4 qiymətidir. 3x üstə gəlinsin 4 qiymətidir. Hansı ki, bunu bizə nə veribdir? Böyükdür B fərqi adam. Yəni böyükdür 19 çıxılsın 2x ifadəsindən. Burada 2x-i sola keçidək 4 ilə yerini dəyişək. Olacaqdır 5x böyükdür nədən? 23 qiymətindən. X də böyükdür nədən? 4,6 qiymətindən. Bizə nə istəyir? X-in natural qiymətləri üçün ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmi bizə deyib. X-in natural qiymətləri üçün ala biləcəyi. A fərq B 2x üstə gəlir 5-dir. Sadəcə bizə nə isə veribdir bir dənə. A kəsişmə B, B fərq A. Burada ən kiçik biz 5-i qoya bilirik. O da 5 dəfə 2, 10. 10-un üzərinə 5 gələndə 15 eləmiş olacaq. Bu ən kiçik qiymətidir. Bir də baxaq buradan ən böyük qiymətinə. Maraqlıdır. Kəsişməni bizdən böyükdür, götürübdür. B fərq adam. Biz burada nə edə bilərik? Deməli, biz burada nəzərə almalıyıq ki, bu hissəsi mənfi qiymət ala bilməz. Bax, buradakı ifadə mənfi ala bilməz. Yəni, mənfi sayda element olmur. Bunu biz sıfırdan böyük götürsək əgər, eləcə böyük bərabər ola bilər. Sağa keçiləndə 19 böyük bərabərdir 2x-dan. X da kiçik bərabərdir nədən? 9,5-dən. Hansı ki, bu ən böyük ala biləcək 9. Bilən, baxaq görək 9 şərt ödəyəcəkdirmi? Buradakı elementlərin sayı olacaqdır. 9 üstə 2, 18 üstə 5 gələndə 23 eləmiş olacaq. Orta hissəsi 9 dəfə 3, 27, 31 eləyəcək. 9 dəfə 2, 18, burada 1 eləyəcək. Bizə nə demişdir? Kəsişmə hissəsi fərqindən böyükdür. Bəli, düzdür. Ən böyükdür 9 ala bilir. Deməli, ən kiçik ala bildiyi qiymət 5-dir, ən böyük ala bildiyi qiymət isə 9-dur. 5 ilə 9-un cəmini toplayırıq, o da bizə 14 qiymətini eləmiş olacaqdır. Bu qədər. Sizə bəs hansı sual çətin gəldi? Şərh hissəsində qeyd eləməyi unutmayaq.